İlyas Əfəndiyev, geriyə baxma qoca, roman. Elə isə görək ki, Yaqut xanımın Gilasgöz oğlu ilə adi görünən bu həyat necə əlbəyax oldu. 200 ilə yadıma divarları firuzə rəngində kürsülü bir ev gəlir. Biz bu evin iki balaca otağında olurduq. Evin geniş artırması, firuzə rəngli məhəccəri var idi. Məhəccərin üstünə içində qırmızı, sarı qərənfil bitmiş güldanlar qoyulmuşdu və bu qərənfillər mənim yadıma gələn ilk gördüyüm çiçəklər idi. Bunlar təbiətin gözəlliyi ilə mənim ilk təmasım idi, bəlkə də buna görə idi ki, sonralar da mənim ən çox sevdiyim çiçək qərənfil idi. Bizim Maral adlı 16-17 yaşlı bir qulluqçumuz vardı, göyçək, şən bir qız idi. Mən də demək olar ki, anamdan çox mehrimi ona salmışdım. Bir gün başında tüklü basma papaq, əynində köynəyə maklı çuxa, ayaqlarında çarıq bir kişi gəlib Maralı apardı. Mən gözlədim, Maral gəlmədi, gözlədim, gəlmədi. Sonra Maral istəyirəm deyə ağlamağa başladım. Atamla anam məni ovutmağa çalışaraq dedilər. Dilənçi gəlib Maral apardı. Beləliklə mən yeni qədəm bastığım bu dünyada ilk dəfə olaraq ayrılıq acısını duydum və bu, mənim ürəyimi uzun zaman kövrəldən ilk kədərim oldu. Mən biraz böyüyəndə bildim ki, bu dilənçi Maralın atasıymış və atamgilin onu dilənçi adlandırmaqları ürəyimdə mənə toxundu. Anam ya əl maşınında tikiş tikər, ya xörək hazırlayar, mən də yerə döşənmiş halının üstündə oturub özümlə oynayardım. Anam iş görəndə astadan zümzümə edərdi. Bekar vaxtlarında isə içində atlı, qılınclı, pəhləvan şəkilləri olan kitablar oxuyardı, ya da qonşu otaqda yaşayan bəyim xala ilə söhbət edərdi. Bəyim xala saçları kömür kimi qapqara, orta boylu, arıq, nəzakətli, zərif bir qadın idi. Evdə də həmişə bütün qızıl zinətlərini taxıb, elə geyinərdi ki, elə bir toya gedəcəkdi. Bəyim xala da əri Daşdəmir əmi də cavanlıqda xan qızına, Atəvanın sarayında xidmət edərmişlər. Orada da aşiq-məşiq olub, qoşulub qaçıblar. Ona görə qoşulub qaçıblar ki, xan qızı bəyimi çox istəyirmiş. Fikri də bu imiş ki, onu versin bəy oğlanlarından birinə. Amma bəyim də vurulub Daşdəmirə. Daşdəmir əmi kök, qırmızı bir kişi idi. Özünün də baqqal dükanı var idi. Bəyimlə evlənəndən sonra Şuşada Bayram babamın köməyi ilə Daşdəmir əvvəl uryadnik olub, uzun boğaz çəkmə geyib, furaşka qoyub, qılınc asıb paqon taxıb. Biraz maya düzəldəndən sonra keçib ticarətə. Onların məndən 2-3 yaş böyük bir oğlu vardı, özü də ağıldan kəm idi. Onunla oynamaq üçün mən tez-tez onlara qaçırdım. Ancaq oğlan mənimlə oynamayıb, qıyıq gözləri ilə eyzən boşluğa baxaraq öz-özünə anlaşılmaz sözlər danışırdı. Məndən 2 yaş kiçik olan bacım Mahtab ondan qorxurdu. Bəyim xaloğlu ilə elə danışırdı ki, elə bil oğlan ağıllı başlı adam idi. O nadinclik eləyəndə bəyim xala sakit, mehriban səslə deyirdi, Fazil, ağıllı ol. Həmişə Fazili təmiz, qəşəng geyindirərdilər. Daşdəmir əmi hər gün onun üçün konfet, şəkər, çörək alıb gətirirdi. Mən dayanıb Fazilin öz-özü ilə oynamağını tamaşa edərdim. O da mənə baxmadan, ay qutu, qutu deyə əlindəki balaca ətir qabını hey o tərəf bu tərəfə çevirirdi. Fazil xəstələnəndə bəyim xala ilə Daşdəmir əmi əldən ayaqdan gedərdilər. Gecə səhərə qədər uşağın çarpayısının böyründə oturub keşiyini çəkərdilər. Onların, yəni Daşdəmir əmi ilə bəyim xalanın Fazili bu qədər əzləmələri, onunla ağıllı uşaq kimi rəftar etmələri mənim ürəyimi kövrəldirdi. Mənim Fazilə daha çox yazığım gəlirdi. Bu mənim həyatda insan faciəsi ilə ilk tanışlığım idi. Atam şəhərin kənarında səfalı bir yerdə özümüz üçün 2 mərtəbə böyük ev tikdirirdi. Anam da tez-tez üstündə qırmızı güllər olan qanavuz çarşabını örtərək bizi də götürüb təzə evimizə baxmağa gedərdi. Atam bizim gəlişimizlə fərəhlənib evin ayrı-ayrı otaqlarını, mətbəxin necə olacağını anama izah edərdi. Anam da çarşabını açıb artıq hörgü işi qurtarmaqda olan otaqları, böyük sahəli bağımızda atamın əkdirdiyi meyvə ağaclarını, gülləri həvəslə nəzərdən keçirirdi. Artırmanın geniş, pəncərələrin iri olmağını istəyirdi. Mən də balaca bacımla bağda ora-bura qaçıb, quşların bizdən ürküb pırıltı ilə uçmağından, sağsağanın sevinclə səslənməsindən ləzzət alırdım. Kirayədə olduğumuz evin dar, yarım qaranlıq həyətindən sonra elə bil ki, zambaq kimi gömgöy səmanın altındakı bu geniş, cavan bağımızda azadlığa çıxırdıq. Təzə-təzə boyatan alma, armud, gilanar ağacları, yenicə qalxan təzə yoncalıq bizə hədsiz sevinç gətirirdi.
Biz nəşə ilə qışqıraraq alabəzək kəpənəklərin ardınca yürürdük. Mən ilk dəfə olaraq təbiətin gözəlliyini, quşların, kəpənəklərin, yeni-yeni yarpaqlayan cavan ağacların, təzə qalxan yoncaların sevincini hiss edirdim. Amma öz təzə bağçamızdan ayrılıb kirayə tutduğumuz evə gəldikdə ürəyimə məyusluq çökürdü. Hər şey mənə bu balaca, yarım qaranlıq həyət kimi tutqun görünürdü. Bəyim xalanın döşəkçəsinin üstündə əyləşib sükut içində nə isə tikməsi, Fazilin gözlərini boşluğa zilləyərək ay qutu deyə əlindəki balaca qutunu oynatmaqdan usanmaması məni kədərləndirirdi. Mən heç bir səbəb olmadan ağlamaq istəyirdim. Atamın da öz mədaxilini, məxaricini ciddi ifadə ilə hesablayıb yaşıl karandaşla balaca dəftərçədə səliqə ilə qeydlər eləməsi məni darıxdırırdı. Mən bir güşəyə çəkilərək təzə bağçamız haqqında, zambaq kimi mavi göy haqqında, nəşə ilə uçuşan quşlar haqqında, bizimlə zarafatlaşan kəpənəklər haqqında xəyallara dalırdım. Bunlar müəyyən bir əhvalat ətrafında birləşməyərək, müxtəlif boyalarla, müxtəlif sözsüz kadrlarla gözümün qabağından gəlib keçirdi. Həyatımda birinci dəfə olaraq mən quşların, kəpənəklərin azadlığını və bu azadlığın nəşəsini hiss edirdim. Birinci dəfə olaraq bu azadlığı həsəd aparırdım. Birinci dəfə olaraq mənim qəlbimdə atanama məlum olmayan qapalı bir dünya yaranmağa başlayırdı. Birinci dəfə olaraq mən tez-tez təşlənərək, real həyatdan uzaqlaşıb bu xəyal aləminə təşlənərək və bu xəyal aləmi real həyatdan mənə daha şirin, daha gözəl görünürdü. Mənimlə çox az gülüb danışan və anamla daima öz işləri haqqında söhbət eləyən atamın ciddiliyinə qarşı məndə bir soyuqluq əmələ gəlirdi. Onun geniş alnı mənə həddindən artıq sərt görünürdü və mən tez-tez maralı xatırlayırdım. Onun məni sevməsi, gülüşü, zarafatları, qaçaq nəbi haqqında oxuduğu mahnıları artıq geriyə qayıtmaz, xoşbəxt günlərim kimi acı xatirələrə çevrilirdi. İndi içində yaşadığımız otaq mənə həddindən artıq darısqal və boğucu görünürdü. Mən tez-tez gecələr qorxulu rüyalar görüb yuxuda ağlayırdım.